darağıdır. Formada da yumuşaqdır. Belə bir balaca darağı var. Bu hissəyə düşünürəm ki, podruqama deyim, qızımın adını yazsın. Üz kremidir, küləkli sərt havalar üçündür və proqramda barkodunu oxutdurub keyfiyyətini yoxlayaraq almışam. Keyfiyyətli məhsuldur. İş qaşıma. Bunun da içində 2 dənə var. Materialı da əsas keyfiyyətlidir. Uşağa ziyanlı plastik deyil. Dırnağını kəsmək üçün qayçı dəstlərini almadım. Çünki orada istifadə olunmur. Yalnız qayçı istifadə olunur onların içərisindən. Bir də elektron pilka alacağım uşağın aylarına görə. Düşünürəm ki, bu ikisi bəs eləyər. Uşaq əlavə qidaya başlayandan sonra istifadə eləmək üçün almışam. Nazikdir, ən əsası uşağı yormur, qalın deyil və boynunu incitmir. Ona görə də mən də bunu aldım. Əlavə qidaya keçəndə yeməyini qoymaq üçün plastik qab. Bu qab da uşaqlara zərərsizdir və Baby Dream-in məhsullarında buna üstünlük verdikləri üçün bunu seçdim. Baxın, boşqabda da qeyd olunub ki, BPA yoxdur tərkibində. Rahatlıqla uşağınıza istifadə edə bilərsiniz, ziyanlı bir tərəfi yoxdur. Amma yenə də isti yemək qoyulmur içinə, onsuz da uşağa isti yemək verilmir.